Mənim kremimi qırdınız siz. Qızlar, xoş gördük. Bilirsiniz də artıq bloger olmağa çalışıram, istəyirəm. Amma yox, həqiqətən deyim ki, elə belə marağında deyiləm. Çünki işim şükür Allaha çox gözəl gedir. SMM-im deyir ki, gəl sumkandan nə çıxacaq? Niyə sənin həmişə balaca sumkalarında yeşə görsənir, ağır olur? Nə yığırsan onların içinə? Aç baxım nə olar? Açım da baxaq. Təbii ki, elə bir şey göstərəcəm ki, nə olar? Gülməyin də. Sadəcə fikirlərinizi bildirin. Mən harasa çay içməyə gedəndə mürəbbəsiz çay içəmirəm, amma sezonlu mürəbbədə qəşəng olsun. Həmişə üstümdədir. Çiyələk mürəbbəsi pastaya üstümdə olur. Hər xanım kimi güzgüm. Aygün Kazmovanın divamızın güzgüsündən. Evin açarı mütləq. Bunu da Taylanddan almışam. Gülər, yadındadır. Niyyətinara, bənzilin ora. Yenə allanıb 86 euro verib Dior'un pomadasını almağıma peşmanam, almayın. Çünki 1 manat 70 qəpilik qələm ondan qəşəkdir. Arı südü, əsəb olduğum, mən çox işləyirəm, danışıram, yorğun oluram deyə mütləq olmazsa olmaz Royal Jelly pastayanın üstümdədir. Yemək yeyəndə hər zaman dişimiz təzə düzəltdirmişəm, hər zaman təmiz olmalıdır. Ona görə mütləq ftorsuz diş macunumuz. Tez-tez əlimi yuyuram, aşırı əl yuyanam, əlimi quruyur deyə. Bu kadar yeterli arkadaşlar. Forever'ın bu məşhur mastruzingi, təzə mastruzingləridir. Yenə əl üzümü yuyanda yağlı dərim qurudur deyə mütləq o məşhur. Bu niyə qurulub? Bunu sən sıxdın, bayaqları möhkəm. Sen kimsen burada rejissorluq edirsən? Kimsən? Hə, bu möcüzədir də bir dənə qızlar. Skin oil. Dəri yağıdır, bu mütləq mənim üzərimdə olur həmişə. Sonra nəyim var? Hər zaman saç rezini olmazsa olmaz. Birazdan burada yığılacaq o yenə. Bir də argiyim, həmişə bir dənə üstümdə olur. Forever'ın sumkası, nə belə uçqası. Kaşlıyok, içində puldan başqa hər şey var. Kasıbam, şimdi ne pulum yok da. Bu da maşınımın açarı. Bunu mənə alan insana buradan təşəkkür edirəm. Onda mənim Mercedes maşınım yox idi, başqa maşındaydım. Bu sumkan Prado, bu mən xaricdən aldılar, pay verdilər, belədir. Dedim, bəs bu nədir? Dedi, gülü, bu da nədir, maşın açarı üçündə, amma inşallah bahalı maşın alarsan, onun açarını qoyarsan, o da oldu, inşallah. Günlük istifadə etdiyim aloe. Belə, yazın görüm sizdə belə şeylər var. Əsas odur mürəbbəni daşıyırsınız özünüzlə.